Salam əziz, məni dinləyən izləyicilər. Əgər bizə sual versələr, biz vətəndaşlara sual versələr ki, siz şərait yaradılsa, imkan yaradılsa, siz Azərbaycanı atıb xarici ölkələrə gedə bilərsinizmi yaşamağa? Mən o insana belə bir sualına belə bir cavab verə bilərəm ki, əlbəttə ki, mənim yaş həddimi oğurlamasalar, mənim uşaq pulumu oğurlamasalar, qazdan, neftdən gəlirimi oğurlamasalar, hüququmu bərpa etsələr, sifarişə yox, sistem işçiləri, qanuna uyğun hərəkət eləsələr, mənim yaşayış yerlərində iş yerləri yaradılsa, bərpa edilsə və üstəlik də mənim hər cürə yaşayışımı qanunların, qazilərin, şəhid ailələrin qanuni şəkildə təmin eləsələr, hörmət qoyulsa, ümumiyyətlə Azərbaycanda başda oturanlar biz cəmiyyətə hörmət etsə, yəni vətəndaş deyilən onun qanunları riayət eləsə və o Milli Məclisdə qanunlar çıxırır millətin əleyhinə həmişə ziyanına, o məsələləri yığışdırsa, cərimələri, boş yerə cərimələri yığışdırsa və istər yol polisi, istər Daxili İşlər Nazirliyində, istər, yəni ümumiyyətlə də belə bir idarələrdə olsun, ya mülki idarələrdə olsun, vətəndaş qabiliyyətinə girəndə onu qanuni şəkildə zorakılıqla yox, qanuni şəkildə qəbul etsə, əlbəttə ki, mənim nə işim var, nə itirazım mənim xarici dövlətlərdir, mənim öz gözəl Azərbaycanım mənim üçün bəsindir, mənim yaşamağa bəsindir. Az da olsa, yəni az olsa da mənim Azərbaycanım mənim üçün yaşamaq xoşdur. Əziz dostlar, bəli, hər şey hüquqa bağlıdır, hər şey qanuna bağlıdır, hər şey düzdür. Bu hüququ da bərpa eləməkdən ötürü hüquq müdafiəçiləri, yəni başda oturanları olsun, ondan sonra mülki idarələri olsun, bunları da qanunsuz hərəkətlərə ola bilər vətəndaşın öz, nətərsə deyim, səlahiyyətsizliyi ucbatı ilə o əmələ gəlir. Əlbəttə ki, xalqın dirənişi olsa, xalqın birliyi olsa, xalqın qorxmamazlığı olsa, əlbəttə ki, məmur kimdir, gələ vətəndaşı nəysə incidə. Görürlər ki, əlbəttə ki, cəmiyyət zəifdir, cəmiyyət qorxaqdır, cəmiyyət nəysə yatır ki, ondan sonra görmür bu şərəfsizliyi, məsələn, xalqa eləyəndə, əlbəttə ki, məmur da öz başına eləyəcək bu hissədə. Əlbəttə görsər ki, kən yerlərindən cəmiyyət qaçır şəhərə, nədir, bitkə çörək ucbatından. Ondan sonra baxıram, mən indi hal-hazırda burada Bakı ətrafında oluram. Bakı günlərdə yol qırağında çıxıram, baxıram, görürəm ki, maşallah, bütün bu Xaşaxunidir, ondan sonra Şüvalan ərazisidir, ondan sonra bu Pirallahidir, Zirədir. Bu kimi yerlərdə, məsələn, parnişlər, pomidor, xiyar, hər cürə parnişlər doludur. Əgər o parnişlərin yarı faizi cənub bölgəsində olsa, orada da indi əgər burada hər parnişdə, məsələn, bir 50 nəfər, 40 nəfər işləyirsə, indi gör bu cənub bölgəsində bu baş versə, gör nə cür səmərəli olar. Və cəmiyyət əgər, məsələn, burada 500 alırsa, orada 300 alsa, 400 alsa, əlbəttə ki, o vətənin, o dədə-baba ocaqlarını buraxıb, bu çöllü biyabana, şəhər adı ilə çöllü biyabana gəlib çıxmaz. Elə öz doğma yerlərində başını salıb aşağı işləyər. İş də nə qədər varsa, nə qədər vətəndaş da işlə təmin olsa, məşğuliyyəti olsa, nə ölkədə cinayətkar olar, nə narkomaniya baş alıb gedər. Hər cürə terrora da
baş vurmazlar. Yəni bu terror söhbəti də ola bilməz. Kimin nə işi var? Əlbəttə mənim işim, sənətim olandan sonra mənim nə itimazıb məsələn gedəm pis Allaha xas olmayan işlərlə məşğul olan. Əlbəttə ki, mənim öz kəndim, öz vətənim olsa, öz yerində olsa, iş yerlərim, ondan sonra dövlətin mənə qayğısı öz yerində olsa, əlbəttə ki, mənim nə işim var? Umarım adəti orqanlar mənə dəqiq başa düşərlər. Mən bu kimi addımları